Aktyor Ruslan Sabirli Qazaxıstanda avtomobil qəzasına düşüb. Sferas xəbər verir ki, aktyor özü barədə məlumat yayıb. Sənətçi həmin hadisə barədə bunları deyib. Demişdim sizə, Qazaxıstanda gecə trasla maşın sürmək təhlükəlidir. Bu da nəticə. Qarşıdan gələn avtomobil uzaq işıqlarını yandırıb deyə sürücümüz yola qəfil çıxan iki atı görə və vaxtında reaksiya verə bilməyib. Şükür salamatlıqdır. Burada at əti yeyilir deyə əksəriyyət at saxlayır və onlar sürü ilə gecələr çöldə gəzirlər. At oğurlamağa görə böyük cərimə olduğu üçün at sahibləri rahatdırlar. Təhlükə isə ondan ibarətdir ki, atlar sürətlə qəfil yola çıxırlar və digər heyvanlardan fərqli olaraq onlar işığa, yəni maşının işığına qaçırlar.